Saxta həkimlər, susan nəzarət. Da Vinci klinikası ətrafında qalmaqal böyüyür. Paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən Da Vinci estetik klinikası ətrafında yaranan ciddi iddialar bir daha göstərir ki, səhiyyə sahəsində nəzarət mexanizmləri faktiki olaraq iflic vəziyyətindədir. Araşdırmalar zamanı ortaya çıxan faktlar xüsusilə narahat edicidir. Belə ki, özünü Doktor Afərim kimi təqdim edən Afərim Süleymanovanın rəsmi sistemdə tibb işçisi kimi qeydiyyatının olmadığı, həmçinin onun özəl tibbi fəaliyyət üçün tələb olunan lisenziyaya malik olmadığı bildirilir. Buna baxmayaraq, onun klinikada fəaliyyətini davam etdirməsi suallar doğurur. Qanun işləyirmi, yoxsa sadəcə kağız üzərində mövcuddur? Eyni klinikada fəaliyyət göstərdiyi iddia olunan və sosial mediada Doktor Elvar adı ilə çıxış edən Elvar Quluzadə ilə bağlı da ittihamlar var. İddialara görə onun ali tibbi təhsili olmadığı halda estetik prosedurlar həyata keçirdiyi bildirilir. Sosial platformalarda açıq şəkildə yayılan görüntülər isə nəzarət orqanlarının bu sahədə ya gecikdiyini ya da ümumiyyətlə reaksiya vermədiyini göstərir. Məsələ bununla da bitmir. Klinikada baş verən qanunsuz fəaliyyətlərlə bağlı daha əvvəl də Cəmalə Rüstəmova və Afərim Süleymanova barədə məlumatlar yayılıb. Hətta bəzi hallarda rəsmi qurumların müəyyən faktları təsdiqlədiyi deyilsə də real nəticə, yəni fəaliyyətin dayandırılması görünmür. Sözü gedən klinikanın idarəçiliyinin Natavan Babayeva tərəfindən həyata keçirildiyi, rəhbər kimi isə Rafiq Əliyevin adı çəkildiyi qeyd olunur. Bu isə məsuliyyət zəncirinin konkretləşdirilməsi baxımından əlavə suallar yaradır. Bu şəxslər baş verənlərdən xəbərdardırmı? Əgər xəbərdardılarsa, niyə tədbir görülmür? Əgər xəbərsizdilərsə, belə bir müəssisə necə idarə olunur? Ən ciddi sualsa birbaşa nəzarət orqanlarınadır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəmadi yoxlamalar apardığı bildirilsə də, bu kimi halların uzun müddət davam etməsi həmin yoxlamaların effektivliyini şübhə altına alır. Qanunvericiliyi açıqdır. Tibbi fəaliyyət yalnız ixtisas, sertifikasiya və lisenziya əsasında mümkündür. Bu tələbləri pozan şəxslər isə yalnız cərimə ilə deyil, daha ciddi məsuliyyətə cəlb olunmalıdır. Əks halda insan sağlamlığı üzərində təcrübə aparanların sayı artmaqda davam edəcək. Bu artıq təkcə hüquqi məsələ deyil. Bu, insanların həyatı ilə bağlı bir məsələdir.